Hamıya salam. Yenə biz. Salam, axır ki kanalımıza ad tapdıq. Bəli, kanalımızın adı Yenə Biz kanalıdır. Bəli. Bundan sonra belə girəcəyik videolara. Şəbnəm xanım, bu gün nə edirik? Tam bilmirəm nədir tema. Nəsə muzeyiymiş, maşın muzeyidir, oyuncaq muzeyidir, nədir bilmirəm. Oyuncaq maşın muzeyiymiş, əslində ikisi bir yerdə. Yox, Hə. qısaca açıqlayım. Müxtəlif filmlərdən məşhur olmuş, artıq klassiklərə çevrilmiş bəzi maşınların maketlərinin olduğu bir muzeydir. Maket muzeyiymiş. Şəhərdən də başa düşdüyüm qədərilə biraz kənardadır, çünki qatarla gedirik və Şəhərdən kənar bir yerdir. 45 dəqiqə gedəcəyik. Bunu nəinki Polşada yaşayan azərbaycanlılar, heç polyaklar belə çox az bilirlər belə bir yerin varlığını. Çox qəribədir yəni ki. Harda bilsən, bəlkə bilirlər. Yəni, mən heç kimdən eşitməmişəm belə bir yeri hələ ki. Nəsə gedib baxacağıq. Bəlkə də bilirlər, amma paylaşmırlar. Görək necə bir yerdir. Görək Şəbnəm xanım neçə orada referansı tanıyacaq. Mənim aram yoxdur da, bilirsən. Yəni mən çox baxmıram. Özümə də maraqlıdır. Görüm neçə referansı tutacağam, neçəsini tutmayacağam. Və dostlarımızla gedirik. Kültür testi kimi bir şey olacaq bu indi. Dostlarımızla gedirik, indi onlarla görüşəcəyik. Onlarla birlikdə gedəcəyik. Bilmirəm, indi onları çəkərik, çəkmərik, icazə verərlər, verməzlər. Bəli. Amma bu video əgər icazə versələr, 2 dənə də qonağımız var. Pəncərəmə qondu çiçək, o çiçək məndim, dilləndi ağ ləpələr. Əsən külək, dinən külək, coşan külək məndim. Pəncərəmə qondu çiçək. Deməli, mənim Davud abim necəsən? Biz Davud abimlə 4 ildir ki, Citibankda işləyirik. Dünyanın ən prestijli banklarından birində işləyən azərbaycanlılar olaraq bu gün nə edəcəyik bura? Bu gün gedirik adını bilmədiyim bir parka, maşınlar olan parka. Bəli. Maşına bir də film eksponatları deyək. Səncə müəllim, bizim xanımlar oradakı referansların neçəsini tanıyacaqlar? Məncə Ceyla çox azını tanıyır. Çünki Ceyla və klassik filmlərə az baxıb. Al bizdən də o qədər abi. Səncə bəs biz nə qədər tanıyacağıq? Bilmirəm, tanıyarıq yəqin çox. Ümid edirəm tanıyarıq. Görək. Deməli, bu gözəl xanımın adı Ceyladır. Bu gün bizim yoldaşlarımızdılar. Bu arada qatardan düşdük, gəldik, çatdıq harasa. Haradırsa bura hara. Amma çox qəşəngdir, qəşəng təbiəti var. Ceyla deyir ki, bura şəhərdən daha istidir. İstidir. Burada daha çox günəş var, daha çox istidir. Bilmirəm səbəb nədir. Ağaclar daha balacadır. Mən bu qaysam. Ağaclar daha balacaymış, ona görə daha istidir və hava qəşəngdir də, yəni. Yaxşı hava istidir. Və biz gəldik, park kimi yerdir bura. Park yox, əslində biraz meşə kimi yerdir. Meşə kimi yerdir, bəli. İnsanlar var, gəlib velosiped sürənlər var, ailəsi ilə çıxıb gəzənlər var. Şəbnəm, burada kotteclər var. Bəli, kotteclər var. Mən belə kotteclər axtarırdım ki, gələk qalaq arada. Tapdıq. Buranı pində uşaqlarla danışaq, gələk qalaq arada. Çox qəşəng, Və çox sevdim. Əslində bizə önəmli olan yerə də gəldik. Dinozavr var. Burada dinozavr var. Amma bağlıdır. Dinozavr Burada bağlı. çox əlaqəsiz bir şəkildə elə bir məlumat var, amma menüymüş. Orada Dinozavr ətindən pişirilən yeməklər kassaya gedirik, qiymətlər haqqında məlumat verərik. Bəli. Görək, kassaya girmədən də içəri girə bilərik görəsən. Yox. Onsuz da qapı yoxdur. Var imiş. İçəridəki qışqırıqları eşidirsən? Huhu. Luna Park var içəridə. Yəqin də. Gəldik. Gəl boyumu ölçürük. Deyir ki, mən 1.60 deyiləm, amma mən 1.66-yam deyəsən. Çünki bax, aşağıdan şeydən başladır, sıfırdan başlatmır. Biraz atlansan əslində 1.60-dan yuxarı. Ay, sağ ol. Bilet qiymətləri. Görək mənə neçə deyəcək, tut bunu. Mənə neçə deyir? Sənə yuxarı deyir. 68 falan kimi görürsən. Tamam. İçəridə ananaslı qab var nəsə orada. Xoşum gəldi. Aldıq. Şəbnəm, gəl elə bunlardan başlayaq. Şəbnəm, mənə bu minyonların referans verdiyi karakterləri deyə bilərsən hansıdır? Gəl sən də. Evet. Minyonlar da, heç bu nəyə referans var? Minyonlar da prosta nəsə əllərində paltar var da. Kimdir orada? Super Spider-Man. Super Spider-Man. Tamam, Spider-Man ortadakı. Superman. Superman. Batman. Bu bilmirəm. Bunu bilmirəm. Bu. Bəs o nədir? İkinci Kapitan Amerika. Hə, Kapitan Amerikaymış. Tamam. Onlar kimdir bəs orada yetimlər? O 2 dənə yetim. Şaxta var. Şaxta baba. Nə alaka? Yayın içində şaxta babanın nə işi var? Şəbnəm, də görün bu kimdir mənə? Bu oyuncaq. Oyuncaq mı? Oyuncaqdır bu. Kimdir? Mən bilmirəm. Robocop. Robocop. Qəhrəman gəl bura, gəl romba. Eşşəkdir bu, atdı. Çəkdə oranda, niyə Bu çəkmir? bu Mercedes çəkirəm deyə. Mercedes çəkirəm deyə. Bəli. Bu nədir, heç bir fikrim yoxdur. Spider-Man'in toruna da oxşuyur. Gəl bura. Tamam.
Bu nədir? Nə günə düşüb bu? Heç bu günün konseptinə uyğun deyil. Salam əleykum. Hə, Bu günün konseptinə uyğun olmayan aktivitelər var burada belə. Maral qaçar dağ üstü. Burada geocaching şey gizlətmək olar və loqo qoymaq olar bura. eynən, amma ki geocaching-i tapmaq üçün yəni 90 zlot pul verməlisən, hə? Aa, Şəbnəm, bunu burada- gördün bəs? Burada şey var. Nə var orada? Bu nə idi? Ay Ağbəniz idi bu. Hə də, ağlıbəniz. Nə oldu? Burada Ağbəniz var. Ağbənizin evi var. Ağbəniz özü də cücəymiş. Mən elə bilirdim bu hündür qızdır. Nənəsinə də salam ver. Bu şey deyil, qırmızı papağa alma verən qurd deyil. Qurd mu? Bu çox qorxuludur. Mən buna yaxın getmək istəmirəm. Ki görüm. Çox mənasız. Çox mənasız. Kravat Çox. yoxdur. 7 nəfər harda yatır burada məsələn? Çox boş və mənasız. Bunun içində bir konsept uyğun yerilir. Yəni nə yeyirsiniz, Sən nə dur burada, ora içirsiniz? gedəcəm. Hello. Hello. Yaxşı, bəs Şəbnəm, bura bax bu. Bu cücədir, düzdür? Bu nədir bəs yaxşı? Cübcücə. Beçədir bu. O nədir də orada? Burada da göbələk var. Yemə Şəbnəm, zəhərli olar birdən. Wow. Yoxsa ki, Mən bunun daha qəşəngini düzəldərəm. Məncə də. mən əminəm ki, Ceyla bu evdən daha qəşəng Ağbəniz evi. Ya, bu evdən hamı daha qəşəng Ağbəniz evi düzəldirlər onsuz da ki, yalandan qoyublar onu. Dəfə. Amma şey yoxdur. Nədir? Yaşınşalı ya da... Hə, 7 cüzələr qəlyan çəkirmiş, yəni oturub ancaq. Başqa heç nə yoxdur. Bax. 7 Hə dənə də. cücə yoxdur bu arada. 2 dənə 7 cücə. dənə cüzə yoxdur. 1 var, 2 var. Ayda. Ceyla deyir biri də mənəm. Gəl. Aa, bu nədir? Bunlar tuzbaladılar. Bu nədir? Bunu bilmirəm nədir. Tanımadın bunları? Çox tanış gəlir amma. Bu şeydir, bu Alice Xauluqələr diyarında. Burada da dovşan var. Ya bax, dovşan dalayıca qaçır ya Alice'in. Yoxsa Alice dovşanı dalayıca qaçır. Bu tırtıl var, o tırtıl qəlyan çəkirdi. O qəlyan 100% bunundur. İçəridəki gələn. Buradakı karakterlərdən heç birini tanımadın. Sən Alice Xauluqələr diyarındaya baxmamısan onda. Çox uşaq vaxtı baxmışam. Hə, yəni sən baxmısan Alice Xauluqələr diyarındaya. Baxmışam amma çox əvvəl. Yadıma düşdü heç olmasa tırtıl. Tırtıl yox, Orşan bilirəm. Yadında. Hə. Vice məniydi. Deyirdi ora get, bura get, onu Hə. elə, bunu elə adam. Mənim gəlməyimə ehtiyac yoxdur, açıldı qapı. Buyurun. Buyurun, qonağımız olun, qonaq qəbul edirik. Qəşəng qapıdır amma xoş Şey də hamımıza gedirib. Yenə qapı. Toyuq. Ora girə bilərsən Şəbnəm. Yox, sınadım alınmadı. Şirinlər kəndinə gəldi deyəsən. Aa, bəs niyə göy deyil? Şirinlər kəndində göy idi şeylər. Hə. Bəs onda niyə şirinlər yoxdur? Bir göy bir şey olmalıdır. Bizdə şirin. Deyirəm, təsəvvür elə işə gedəndə buralardan keçsən hər gün. Ciddi alıb mənəm gördüyüm bir şey. Bunları mən düzəldə bilərəm. Bax görüb burdan. Oy, oy. Onu çək. Elə elə. Elə, davam elə, davam elə. Hə, içimizdəki fakir ruhda, yəni burada gələndə təmizləməyə çalış. Göbələyin suyunu sıxdı, çıxartdı. Biz gəlirik buz yerinə baxıb Buz yerinə, bax Tamam. Şəbnəm, maşın demişdi, görsən bax maşın. maşın demişdik. Hə, maşın muzeyi buydu. Bəli, Bura buyurun. maşın muzeyi deyil onda. Hər şey var. Hər şey Gəlin də. muzeyi. Biz maşınlar gözləyirdik amma Şəbnəm orada yerdə oturub. Bu cırt-cırtdan yox. Cırtdan mı? Bu nədir? Heç bir fikrim yoxdur. Çox tanış gəlirlər hamısı, amma deyə də bilmirəm ki, bir şeydilər bunlar yəni. Indiana Jones mu? Üstünə yazılıb Romeo və Juliet. Romeo və Juliet imiş bu. Məncə yox. Bax bu Romeo'da əlində gül var, tutub. Bu da Juliet'dir balkondan. Ağlayır amma burada yerdə də bomba var. Onu heç anlaya bilmədim yəni. Məncə burada bir neçə dənə konsept bir-birinə qarışıb. Bu Harry Potter'ı təmsil eləyir. Hə, Harry Potter'ı təmsil eləyir. Ha, yəni onda bu hər şeyi təmsil etmək üçün bunu qoyublar da, hə? Elə bir şeydir, hə. Bunlar meşə adamlarıdır. Və yenə bomba var yerdə təbii ki. Bu da Arı. arı adam imiş. Bu Titanic imiş belə. Titanic, belə Titanic olur. Bunların maksimum Titanic budur da. Belə Titanic yazılıb burada. Belə Titanic. O prosta yazılıb da ki, bu da qoyublar bunları. Sonradan da bu nə olsun? Hə, bu da Titanic. Titanic, təsəvvür elə amma Titanic filmində Yan-yana dururlar da. yan-yana durublar da. İkisi yan-yana. Oha, oha Şəbnəm. Hə. Gözlərim məni yanıltmırsa, Təkərdir bu. yox. Təkər içidir də bax. Gözlərim məni yanıltmırsa. Wow! Bilirsən kimdir bu? Yox. Maşınlar filmindəki. Aa, bəs niyə əsas maşın yoxdur? Aa, o bir Oturacam içinə bunu. Bu mənim çək içinə oturacam bunu mən. şübhəli. Qəhrəman. Hayca.
Hayır. Orada Evet. başka maşınlar var, onların içine Ya, oturursun. mən çək də bunun içində. Değil mi? Emin değilim. Düşmürsən ki onsuz da. Başını çıxar buradan. Gözdə şəkil də çəkin. Burada belə bir yer də var, deyəsən konsert üçün. Amma əmin deyiləm. Əlbəttə ki, əmin olmamakla birlikdə. Bax, Şəbnəm. Bax. Oo. Wow, Şəbnəm. Hı. Transformers. Transformer. Bu maşın həqiqidir. Yəqin də. Əmin deyiləm. Məncə həqiqidir. Görək bagajı açılırsa hə. Açma qəhrəman, bizi qovacaqlar buradan. Qəhrəman, nə edirsən? Hər şeyin içə girməyə çalışırsan. Burada da belə maşınlar var. Oo, Şəbnəm, bax bura istəyərəm. Bayaq o birinə girdin də dayı. Mən buna mümkün deyil amma dırmaşa bilim. Bilmirəm bunu çəkdim yoxsa yox, mən indi görürəm. Burada belə böyük bir maşın var imiş. Bu var və bu var. Və bu var. Agent 007. James Bond'un maşını. İçinə otura bilirik bu arada. Baxın. Səhv yerdən oturdum. Amma deyəsən bu tərəfdən giriş yoxdur. Bəli. Konsert yeri değilmiş. Maşınların konsertinin yeriymiş deyəsən. Çünki burada necə konsert ola bilər? Bu Green Hornet filmindəki maşın imiş. Green Hornet filmini mən bilmirəm. Eşidirsən məni? Eşidirəm. Tamam. Bura girirəm. Şəbəcək, indi yoxlayacaq görə bağlanır, bağlanmır. Bağlanmırmış. Girə bilmirəm. Ambulansımızı tanıda bilərsiniz bizə biraz. Ambulansımızı burada nəsə var. Aha. Nəysə açmaq üçündür. Bilmirəm mən. Burada necə belə şəkillər var. Orada Sonra- ucelleytondan var. Burada dərman qoymaq üçün şkaflar var. Bəli. Orada niyə kolonka var bilmirəm. Orada kolonka var. Bu kolon VU. içəri doğru bir eləyirsən, hə? Yəni içəridə ölən xəstəni bu şey eləməkdə əslində. Səs terapisidir də nəsə. Bunları da tanımasan, bunları məncə tanıyacaqsan çünki hər Azərbaycanlının deməyim, hər uşağın həyatında bir dəfə baxdığı bir serialdır məncə bu. Bax şənən, bu da Karsdakı karakterlərdən biridir, traktorlardan. Bəli. Yadına düşür bu. nəsə var. Şənən, bura kimin evidir? Kiminsə evidir bu. Qədim Şumerlərin əl yazmalarının Oo, olduğu bu bir ev. nədir? Yəni, Çox qorxulu deyə. şənən, gör bu maşınları Bir tanıyacaqsan də qəşəng xüsusilə. yeri necə mındar saxlayırlar. Bunu yox da. Bunu tanıyırsan bu maşını. Fayton deyil. Nədir? Fayton mu? Nə bilim, nədir? Bilmirsən Şəbnəm? Yox. Fred Çakmaktaş. I don't know. Hə? I don't know. Burada əməli baş sistem var. Bax, qaz var, tormoz var, açar taxmağa yer var. Yəni o məncə çox da temaya Açar. uyğun olmayıb. Amma bu tam tematikdir. Buna bax rula. Oo, bəli. Maşın belə eləyirlər, belə. Hə, elə eləyirlər. Kimsə belə Şəbnəm. belə eləyir də buradan. Get onlarla Şəbəcək, maşınlarla şəkil çəkdir. Bunlar nə? Hə. Hı. Kimdir bunlar? Maşınlar. Maşınlar. Maşın. Qırmızı maşından göy maşın. Hə, maşınlar şeyindəki, Karsdakı. Oo, Şəbnəm, buna bax bir dənə. İçəridə saat var. Nə Hə, əlaqə çox bilmirəm. belə maraqlı, belə absurd bir maşın. Otur oraya Scooby-Doo'ya. İndi isə gedirik Thomas'a minməyə. Tomek. Tomek, Bunun da adını palyak eləyiblər. gəl. Mən oradan təkrar başım düşəcək. İşimizə gücümüzə bax. Nətərdir? O niyə 4 dənə barmağı var ki? Biri amputasiya olub. Maraqlı. Bu nədir Şəbnəm? Bilmirəm. King Kong, amma metaldan. Şəbnəm, bax Lego maşın. Hə, bir də Görək buna bax. açılırmı? Buzlu maşın. Açılmır. Şirekdir bu. Böyle Şirek olur. Şüpheli. Eşek yine biraz özüne okşuyor ama Şirek değil yani. Kulaklarına bak. Turba değil mi kulaklar? Bir buradaki bir detala bak. Bir de buna bak. Bu ne? Flomaster'dan göz qaş çəkiblər buna bak. Qılıncı yoxdur. Somebody once told me the world is gonna roll me. I ain't the sharpest tool in the shed.
She was looking kinda that way. Gel bir başlayaq. Bunlara bir deyək kimlərdir. Bu gadget. Gadget, gel. Bu Bunu bilmirəm. Flintstone'lardır, çakmaq daş. Bunu tanıyırsan? Yox. E.T. Bu Garfield. Garfield. Hər qəhrəman tapanda. Bunu çox mən niş bir kütlə bilər yəni məncə. Bu şeydir, Dexter'dir bu. Oo, bunu yəqin bilirsiniz də. Bəli, yəni. Şəbnəm, bunu bilirsən? Hə. Stitch. Stitch var, Lilo yox idi. Bu nədir o? Aa, bu şeydir. Nəsə Gizmo. Qəribə adlı bir şey. Mike Wazowski, bəli. Angry Bird. Cowboy. Kim? Cowboy kim? Adı nədir bu? Yox, Cowboy Bebop deyil. Red Kit'dir mənim bu. Bəli. Bu Bu oyun. Buzz Lightyear. Yəni. Flintstone. Bunun adını çox adam bilmir bax. Ama kim bilir? Kim bilir? Qəhrəman bilir. Bir dəqiqə, neydi lan bunun adı? Tom değil bu. Bunun adı Sylvester idi. Yadıma düşdü. Aha, kimdir bunlar? Belə bir kameramanam. Yox, Ceyla. Yox, bu Ay Yogi və Bobodur. Bu Kayo. Bəli, müəllim. Bəli. Bu bağalardan biridir, amma mən nə bilim, rəng görsəm belə yəni. Rafael'dir. Və son olaraq da, bəli, Tasmaniya canavarı. Nə olaraq xətm elədik buranı. Gəl. Bu Vader kardı müəllim. Darth Vader maşını. Amma bu başa düşmədim bu. Ana platanı başa düşmədim burada. Yəqin onun da bir özəlliyi var da. Gedək müharibə zonasına. Gedək mənim, uçan maşınım da var. Gör. Mən neçə ildir bu karavanda yaşayırsınız? Təzə köçmüşük, mən təzə almışıq. İndi gəl içəri mən restavrasiya eləyəcək bunu. Hadi. Bax, əsas karavan dizaynı. Bura salon, Qəşəng. bura mətbəx. Mətbəx, müəllim. Burada duş var. Mikrovalnovkamız da var hətta yəni. Burada duş var, burada nəsə başqa bir şey var. Qəşəng. Burada yataq otağı 2 nəfərlik mənim. 2 dənə single yataq. Qəşəng. Düzdür, yatağı bu biraz əyilib, amma kimsə adam əyri yatacaq. Bir şey qoyub, bir dənə double eləmək olar. Qəşəng müəllim ya. Xeyirli olsun. Sağ olun. Deyirəm, qızlar müharibə zonasından uzaqlaşıblar. Qızların müharibədə nə işi var mən? Oha! Elə bir də onu. Bağlayıblar burada. Hə. Tam fırlanmayacaq. Bunun içinə girmək olur görək. Açıq da, gedək atlanaq. Müəllim. Mən 2 nəfərlik qəşəng. Orada kimsə ekspertin fanatıymış mənim. Ona bax bir dənə arxamdakı simvola bax. Rullar ikisi də bir-birinə bağlıdır. Hə. Yəni müstəqil hərəkət. Demək olar, birini hərəkət elədirsən, birisi deyil. Bir dənə müəllim çəkə bilərəm buranı. Dəqiqə gözlə görün bunu. Qəşəng. Düzdür, bunu biraz yağlamaq lazımdır bu ikisini. Bunlar amma hələ də işləşdi yəni. Uçurtsan uçar. Orada qəhrəman samolyot sürmədi deməyim. Amma sürmədim. Nə olsun, siz yenə də deməyin. Xoş gəldiniz təyyarəmizə. Salam. Uçurursan bizi. Yüksəkdən qorxma, ürək bulantı. Hamısı var. Düşün aşağı onda. Zorla basılır. Bunlar ikisi yaxşı da, bunlara bax. Bu ikisi. Hə, bu qəşəng. Amma arxaya gəlmir. Arxaya aparma da, arxaya gəlmirsə aparma. Sür samolyotu bir. Samolyotu sürüm. Hə. Onlara da əli vur. Hər şey niyə vururam burada? Niyə də oradan uçsa? Hə, uçsa tamam şəbicik. O uçsa yəni ki... ya uçsa dediyi. Sən şəbicik, yəni apararam havalimanına, samolyota mindirərəm, yəni tərpədənməzsən yerindən. Xarab samolyotu uçuracaq. I keep you flying a music queen. Helikopter. Görək minə bilirik buna. Minə bilirik. Buyurun. Girsən içinə. Necə icazə vermirsən axı? Onda mən girim birinci gözlə. Ya da sən gir birinci, sonra mən girim. Çünki. Səfərlik yer var, get çıx. Deyələ, sənə ehtiyacı var millətin. Mənə onu, sən get. Vətənin sənə ehtiyacı var. 3 nəfər idarə eləyə bilər ancaq bunu. Oturdum Hə. Üzücü. Səndə bu var, bu var.
Внимание! Перед постановкой БЧ вывернуть упорные винты. Başa düşmürəm nə yazılıb, amma böyük ehtimal yazılıb ki, istifadə eləməmişdən qabaq vintləri açın. Hansısa istifadə qaydası da yazılır. Setkasını cırın birinci. Bilən bilməzlər, hə. Yəni yəqin ki, bağlı olduğu yerləri açıb elə istifadə Birinci edin. vintlərini açıb, hə, yoxsa maşın partlayar. Yəni siz biz açaq. Hə. Buradan bu. Demək ki, bu Amerikan tupoyluğu deyilmiş, yəni hər yerdə yazılırmış elə şeylər, yəni istifadə eləməmişdən qabaq açın hələ istifadə edin. Yəni böyük ehtimal var. Hə. Bunu şeydə yazılıb, çalxalamayın üstünə. İsti yerlərdə saxlamayın falan. Back to the future. Deyəcəm bunu. Qorxdum mən. Hay canım. Bütün maşınların içi çox pis gündədir. Yəni də Çox maşın üçün üzücü. təmizləmirlər. Bir dənə gəl göstərək də bunu. Qəşəng düzəldiblər kopyasını, yəni. Qəşəngdir, bax buna. Bax, tozun içində saxlamasaz daha yaxşıdır əslində. Buna bax. Burada bilsən nələr olurdu? Burada getdikləri ili yazılırdı belə. Orada Gedirməli dovşan var. Betmobil var burada. Şimdi mən Betmobil deyirəm, sən dovşan deyirsən. Dovşan var da orada. Dovşan var. Tamam Şəbnəm, dovşan var imiş, tamam. Sən baxmışdın Stranger Things-ə? Baxmışam, amma son sezonuna baxmamışam. Son sezonunda. Son 2 sezonuna baxmamışam. Tamam. Çox böyükdülər. Rəhlini başa düşmək üçün mən duracam qabaqda. Tamam. Oo. Görsən necə böyükdür? Transformers. Amerikaya gəldik. Bəli, kiçik bir Amerika. Bura nədir? Bura kimisə qara... İstəyirəm buna minmək balacaya. Yox. Böyüyə istəyirsən bəs. Burada kimisə qarajdır və maşın həvəskarı birinin qarajıdır. Çünki çoxlu maşın Bunun qulpu yoxdur. Bunu hardan Şəkilləri açırsan? var. Bir aç görüm. Yoxla. açmırsan çox açılmır. İçinə atlanır sənə bunun. Fire station. Gəl, yanğın söndürən. Yanğı söndürən deyil bu, yanğı yaradan da fire station. Şəbnəm Fahrenheit 451 referans elədi, amma çox az adam tutdu bunu. Referans elədi. Hə. Doğrudan. Zarafat O- eləmişdim elə bir. O kitabda firefighterlar, yanğın yaradanlar da, söndürənlər deyil. Şəbnəm xanım, yanğın var. Bura Şəbnəm, fire bu station. maşın bilsən nədəndir? Qabaqdan xodlanan maşındandır. Qabaqdan xoddan. Hə. Burada xodda sürünmə. Gəl bura bir dənə. Bunu Aha. buraxdım. Bir dənə də fırlat, 1-2-3 dəfə fırlat. Məncə sən məndən məzələnirsən. Bax Şəbicik, tanış usta axtarırdıq. Park Oo. servisidir. Bu nədir? Çox qəşəng. Və bunları təmiz saxlayırlar. Belə maşınımız çox pul olmaz. Bir dənə Mad Max maşını var burada bir dənə. Əlbəttə ki, tozun içindədir. Şəbnəm, burada var. Köhnə maşın var, gəl. Nə maşın var? Mənə təzə maşın göstər, gəl. Bu çox belə şübhəli. Harry Potter. Harry Potter. Salam, Harry qardaşla gəl söhbət edək. Onun orasında hörümçək torları var. Bu hörmətsizlik kimi qəbul edirəm mən bunu. Bu Harry Potter'ı düzəldənlə Shrek-i düzəldən məncə eyni adamdır. Heç oxşamır çünki bu adam. Bunlardan tanıdığın adam oldu? Yox, bəlkə də tanıyıram, nə bilim. Hı? Bura Bu bax, gəl. nəsə Hugh Jackman'ın filmindəki bir karakterdir. Bunu tanıyıram, bunu bilmirəm kimdir amma. Mən qucaqladı. Gəl içəri Gəl. girək, motosikletlər var içəridə. Deməli bu motosiklet Men in Black filmindən imiş. Bu da ki Ghost Rider filmindən imiş. Bu Machete filmindən bir eksponatdır. Bu da Winter Soldier'ın Civil War'da sürdüyü motosiklet imiş. Sürməti maraqlıdırsa. Bu bilmirəm yadımdan çıxdı nədir bu. Bu Terminator 1-də nə qəşəngdir bu. Bu da Terminator 2-dəki motosiklet imiş. Bu sonuncu da çox qəşəng bir eksponatdır, amma başa düşmədim mən nədir. Bilənlər kommentlərə yazsın görək nəymiş bu. Smash. Smash burger. Amma üzünə smash eləyiblər bunu. Üzü tərcümlənib. Oturdum burada. Tamam. Adamı Tamam. dik saxlayar, burada bax, burada belə məcbursan belə dik durmağa. Bəli. Ortopedik stol deyə bilərik. Sevdiyin taxtımızı. Bəli. Evə aparaq. zaten evə taxt axtarırdıq. Bundan axtarırdı. Ha, bunun boyu çox böyükdür, amma yerləşməz otağa. Bugün məncə əyləndik. Sən nə Bəli. düşünürsən? Mən də çox əyləndim, yəni görməyi gözləmədiyim Gəlmək şeylər gördüm. İstəyənlər varsa gəlsin. Hər nə qədər tozlu və kirli olsa da maraqlıdır. Hətta yemək üçün falan da yerlər var. Çox belə bir şey yoxdur, amma atışdırmalı falan almaq olur, çay, kofe falan almaq olur, içməyə bir şey almaq olur. Şəhərdən də çox uzaq deyil. Yaşadığımız ərazidən sadəcə bir qatarla yarım saata gəldik, sürət qatarı ilə və təbiət çox gözəldir, hava çox gözəldir bu gün. Bu günə puanım Neçədir? 7. Çünki çox tozluydu. Amma qəşəng gün keçirdim Hə. məncə. Yəni sevdim.
tema parkı olaraq bir standart yoxdur. Yəni çox pis şeylər də var, çox qəşəng şeylər də var. Çox belə dəhlisiz Zaten mənasız video şeylər baxanda də da var. gördünüz yəni bəzi şeyləri. Adam başa düşə bilmir yəni. Hə, oradan buradan bir dağdan bir dərədən yığıb gətiriblər hər şeyi. Budur da yəni gəlin baxın, amma əyləncəli şeylər tapa bilərsiniz həqiqətən. Yəni sinefillərin həqiqətən çox əylənəcəyi, belə maraqlı anlar yaşayacağı bir park. Yəni bu. Burada sağollaşırıq, burada videonu sonlandırırıq. Ümid edirəm ki, bəyəndiniz. Bəyəndinizsə like etməyi, komment yazmağı, abunə olmağı unutmayın. Özüm unutdum. Hə. Belə. Sağ olun. Ulduzların gözleriyle gördüm seni gece yarı, dalgaların sözleriyle dinlik gönül arzularım, dinlik gönül arzularım. Aylar geçer, gün dolanar, yine kalbim seni yanar.